Deməli, dostlar, gəlin davam edək 61-ci sualla. 61-ci sualda deyir ki, MS Excel-də view tabında yerləşən show qrupu vasitəsilə hansı əməliyyat etmək olmaz? Düstur sətrini gizlətmək, xəkiş görünən etmək. Ümumiyyətlə, nə isə gizlətmək, göstərmək deyirsə, biz bunu view tabından yerinə yetiririk. Yəni, view tabının show qrupundan. Show göstərmək deməkdir. Amma burada D variantında deyir ki, görüntü miqyasını artırmaq. Görüntü miqyasını artırıb azaltmaq, deməli, bunun yerinə yetirirdik zoom qrupundan. Deməli, daxil olsam view-ya. Burada show qrupunda xəkeşləri görünən etmək, gradient tor xətləri, bunlar hamısını gizlətmək, göstərmək olar. Amma miqyası göstərmək, bu artıq zoomdadır. Yəni, miqyasa baxmaq bu hissə zoom qrupunda yerləşir. Onun üçün, deməli, düzgün cavab olacaq 61-də görüntü miqyasını artırmaq D variantı. Yəni, D variantı aiddir zoom qrupuna. Daha sonra 62-ci sualda deyir ki, Excel-də cari xətrin birinci xanasına hansı klaviatura düyməsi ilə keçmək olar? Cari sətrin birinci xanasına deyirsə, misal üçün, baxsam, bu hissədə, olsa ikinci sətr tutaq ki, ikinci sətrin birinci xanasına keçmək istəyirəm. Mən home düyməsini vursam, baxın, ikinci sətrin birinci xanasına keçdim. Bu belə deyək, birinci sətrimizdir. Birinci sətrin birinci xanasına keçmək istəyirəm. Home vurdum, birinci sətrin birinci xanasına keçdim. Deməli, düymə kombinasiyası oldu. Nə? Home kombinasiya edəndə, yəni home düyməsi ilə bunu yerinə yetirdim. Daha sonra 63-cü sualda deyir ki, ilk xanaya hansı klaviatura düyməsi ilə keçid etmək olar? Ümumiyyətlə, ilk xanaya deyir. Yəni, harda olursan ol, gəl ilk xanaya keçid elə. Artıq bu bizdə olacaq home yox, control home. Tutaq ki, mən buradayım. İlk xanaya gəlmək istəyirəmsə, control home-u vuracam. Baxın, gəldi ilk xanaya. Tutaq ki, buradayım. Deməli, control home-u vursam, gəldim ilk xanaya. Deməli, 63-cü sualda düzgün cavab olacaq B variantı. Sonra 64-cü sualda deyir ki, Excel-də sonuncu dolu xanaların sərlövhələrin kəsişməsindəki xanaya, yəni ən sonuncu xanaya, ən sonuncu dolu xanaya keçid etmək üçün nəyi basmalıyam, hansı düymə kombinasiyasını basmalıyam, onu soruşur məndən ki, sonuncu dolu xanaya keçid etmək üçün də Ctrl-End düymə kombinasiyasından istifadə edəcəm. Tutaq ki, mənim sonuncu dolu xanam budur da, yəni bura gəlmək istəyirəm. Mən hal-hazırda buradayım. Ctrl-End-i vursam, klaviaturdan Ctrl-End-i vursam, gəldi yenə bura. Sadəcə, tutaq ki, buradayım. Ctrl-End-i yenə vuracam. Deməli, gəldim bura. Deməli, məndən sonuncu xanaya, dolu xanaya keçid istəyirdi. Deməli, nəticəm oldu Ctrl-End, Y variantı. Daha sonra 65-ci sualda deyir ki, cari sətrin seçilmiş xanasından sonra gələn dolu xanaya. Sonra gələn deyirsə, Ctrl sonra ox olacaq. Ctrl, yəni sağa ox. Düzgün cavab olacaq B variantı 65-də. Daha sonra baxsam 66-cı suala deyir ki, əvvəl gələn. Cari sətrin seçilmiş xanasına əvvəl gələn deyirsə, Ctrl sola ox, yəni əvvələ oxu götürəcəm. 67-ci sualda. Burada deyir yuxarıda gələn dolu xana. Artıq yuxarı deyirsə Ctrl yuxarı oxu götürəcəm. 68-ci sualda. Aşağıda gələn xana deyirsə, bu zaman Ctrl aşağı oxu götürmüş olacam. Yəni 68-də düzgün cavab olacaq Y variantı. Daha sonra baxsam 69-cu suala. Deyir ki, seçilmiş xanadan ilk xanaya kimi hansı klaviatura düyməsi ilə seçmək olar? Aha, artıq mənə deyir ki, seçmək. Belə deyək də, 63-cü sualda deyirdi ki, ilk xanaya hansı klaviatura düyməsi ilə keçmək olar? Dedik ki, Ctrl Home. İndi mənə deyir ki, burada ilk xanaya kimi hansı xanaları seçmək olar? Seçmək sözü varsa, ümumiyyətlə demişəm ki, seçmək varsa, bu shift, bir dənə shift əlavə olunur burada. Onun üçün Ctrl Home idi, ilk xanaya keçir. Bir də shift əlavə eləyəcəyik, olacaq Ctrl Shift Home. Yəni, nəticəm olacaq 69-da B variantı. Daha sonra 70-ə baxsam. Cari sətrin seçilmiş xanasından yenə deyir, sonra gələn xanaları seçmək olar deyir. Yenə bizdə ümumiyyətlə sonra gələn xanaya keçid nə idi? Ctrl sağa ox idi. İndi burada da seçmək dediyinə görə Ctrl Shift sağa ox. Yəni götürəcəm B variantı. İndi deyir ki, cari sətrin seçilmiş xanasından əvvəl gələn dolu xanaya kimi hansı klaviatura düyməsi seçmək olar? Yenə seçmək deyir. Əvvəl gələn var idisə, məndə nəticə nə idi? Ctrl əvvələ ox idi. Bir də shift əlavə eləyəcəm. Ctrl Shift əvvələ ox olacaq.
Yəni 71-də düzgün cavab olacaq C variantı. Daha sonra baxsam 72-ci suala. Deyir, çağrı sütunun seçilmiş xanasından aşağıda gələn doluxana, yenə aşağıda gələni seç deyir. Onda 72-ci sualda olacaq aşağı ox. Yəni Ctrl Shift aşağı ox. Düzgün cavab olacaq Y variantı. 73-də nəyi soruşur? Yuxarını soruşur. Onda Ctrl Shift yuxarı ox düymə kombinasiyalarından istifadə edəcəm. Düzgün cavab olacaq 73-də D variantı. Daha sonra 74-cü sualda deyir ki, ekran ölçüsü qədər aşağı keçmək üçün. Aşağı keçmək nədir? Page down-dır. Aşağı keçmək deyirsə, bu page down-dır. Amma yuxarı desəydi olardı page up. 75-də deyir, ekran ölçüsü qədər yuxarı. Aha, yuxarı keçmək deyirsə bu page up-dır. Deməli, bir ekran ölçüsü, ümumiyyətlə Word-də də belə idi də, bu Word-də də belədir, Excel-də də belədir. Bir ekran ölçüsü qədər aşağı deyirsə page down, bir ekran ölçüsü qədər yuxarı deyirsə page up düymələrindən istifadə eləyəcəm. Deməli, 76-cı sualda deyir ki, Excel-də sonrakı işçi vərəqə keçmək üçün hansı klaviatura düyməsi istifadə olunmalıdır? Burada da düzgün cavab Ctrl Page Down-dır. Belə deyək də, sonrakı işçi vərəqə keçid etmək üçün istifadə olunur. Yəni tutaq ki, mən bir işçi vərəqdəyəm, hər hansısa bir səhifədəyəm. Sonrakına keçid etmək üçün Ctrl P dan. Məsəl üçün bunu yoxlasaq, bir dənə işçi vərəq əlavə eləyim. Tutaq ki, mən hal-hazırda ikinci işçi vərəqdəyəm. Ctrl P dan eləsəm, deməli Ctrl P dan eləsəm, məndə hal-hazırda işləmədi. Məndə P dan düyməsi işləmədi. Ctrl P up-da. Məndə hal-hazırda bu düymələrdə problem var ki, məndə işləmədi bu düymələr. Amma deməli dedik ki, sonrakı işçi vərəq Ctrl P-dandır. Əvvəl desəydi P up olardı. Bir dəfə də yoxlayaq görək bəlkə alına. Əslində alınmalı idi. Yenə yoxlayıram. Ctrl P-danı vursam, aha alındı. Bir də Ctrl P-up'ı vursam əvvələ qayıtdı. Deməli Ctrl P-up eləyəndə əvvələ qayıdır. Ctrl P-dan eləyəndə növbəti vərəqə keçid eləyir, işte səhifəyə keçid eləyir. Niyə alınmamışdı bilmədim. Deməli, düzgün cavab oldu 76-da D variantı. 77-də əvvəlki işçi vərəqə dediyinə görə bu da olacaq Ctrl Pick Up, yəni 77-də olacaq C variantı. Daha sonra 78-də deyir ki, ekran ölçüsü qədər aşağı seçmək. Aha, ümumiyyətlə 76-da nə idi? Bir ekran ölçüsü qədər aşağı peykdan idi. İndi seçmək dediyinə görə, yəni bunun da yanına bir shift əlavə olunacaq. Bu da onun üçün düzgün cavab olacaq Y variantı. Yəni shift peykdan. Aşağı seçmək dediyinə görə shift peykdan olacaq. Yuxarı deyir. Neçənci sual idi? 75-ci sualda bir ekran ölçüsü qədər yuxarı peyk up idi. İndi burada da deyir ki, bir ekran ölçüsü qədər yuxarı seçmək üçün. Onda olacaq shift peyk up. Yəni yuxarı seçmək desə Y variantı. Sonra baxsam 80-ci suala. Deyir ki, MS Excel-də açıq olan işli kitablar arasında keçid etmək üçün hansı klaviatura düymələrindən istifadə edilir? Açıq olan işli kitablar arasında keçid etmək istəyirəmsə, bu Ctrl Tab-dır. Yəni Ctrl Tab-ı vurmaqla o işli kitablar arasında keçid edə bilərəm. 81-ci sualda deyir ki, Excel-də seçilmiş xananın olduğu sütunu seçmək üçün, bu da Ctrl Space bardır. Misal üçün daxil olsam, istəyirəm ki, bu xananın olduğu sütunu seçəm. Mən Ctrl Space barı vurmaqla, baxın, həmin xananın olduğu sütun bütövlükdə seçildi. Yəni, düzgün cavab oldu 81-də D variantı. 82-ci suala baxsaq, deyir ki, Excel-də number, ədəd lent qrupu hansı tabda yerləşir? Bilirik ki, bu yerləşir Home tabında. Daxil olsaq Home tabına, baxın, number, ədəd qrupu bu yerləşir Home tabında. Yəni, düzgün cavab olacaq 82-də D variantı. Sonra baxsam 83-cü suala. Deyir ki, oyuğa formul daxil edərkən başqa vərəqin oyuğuna müraciət edən zaman hansı simvoldan istifadə edilir? Onu da bir qayda kimi yadda saxlayaq ki, yəni nida işarəsindən istifadə olunmuş olur. Sonra 84-cü sualda deyir, MS Excel-də aşağıdakı ünvanlardan hansı nisbi ünvandır? Nisbi ünvan odur ki, heç bir dollardan istifadə olunmasının düzgün yazılış forması R3-dür, Y variantı olan. Misal üçün, A variantı düzgün yazılış deyil, B variantı düzgün yazılış deyil, C, D. Bunlar düzgün yazılış formaları deyil.
və lap dollardan da çıxa bilərsiniz ki, dollarda olsa nisbi ünvan olmur. 85-ci sual. Deyir ki, Excel-də istinad düsturun tərkibindəki düsturun tərkibindəki nədir? Xananın ünvanıdır. Çünki biz hər hansısa bir xanaya istinad edirik. Yəni bir xanaya istinad olunur. Onun üçün deyirik ki, istinad xananın ünvanıdır. Düzgün cavab olacaq A variantı. 86-cı sualda elektron cədvəlin xanasına ədəd yazıb təsdiq etdikdə bu DS işarələri nəyi göstərir? Demişdik ki, DS olanda elə bil ədəd əgər sütunun eninə yerləşmirsə, o zaman belə işarələr gəlir. Misal üçün, bunu göstərsək, bu formada DS yazılmış oldu. Yəni bizə belə bir xəta verir ki, yəni eninə yerləşmədi. Onun üçün düzgün cavab olacaq burada nə? Sütunun eninin kifayət etmədiyi, yəni D variantı. Daha sonra 87-ci sual deyir ki, bu da sıfıra bölən zaman xəta baş verir də. Yəni və yaxud hər hansısa boş olan xanaya müraciət etdikdə və yaxud sıfıra bölmə zamanı bu belə bir xəta alınır. Bunun üçün düzgün cavab olacaq bölünən yox, xanada bölən sıfır olan zaman, yəni A variantı. Sonra 88-ci sual. Deyir ki, B1 bu nə idi? Demişdik ki, qüvvət işarəsidir. B1 üstü C1. B1 5-dir, üstü C1 də 2-dir. 5-in kvadratı bizə verəcək 25-i. 25-dən çıxmalıyam. B2 bölək A3-ü. B2-miz 12-dir. 12-ni 4-ə bölsəm, yəni A3-ə bölsəm mənə 3 verir. 25-dən 3-ü çıxsa mənə qalır nə? 22. Cavab olur B variantı. 89-cu sual. B2 bölək C1 vur A2. C1 2-dir, A2 3-dür. 2-ni 3-ə vursam 6. Buranın nəticəsi mənə verdi 6. Yəni bura qədər nəticə mənə verdi 6. B2-ni də 6-ya bölsəm, B2-miz necədir? 12. 12-ni 6-ya bölsəm nəticəm olacaq 2. Düzgün cavab olacaq 89-da A variantı. Daha sonra baxsaq 90-cı suala. Deyir ki, Excel-də A1 xanasına 3, B1 xanasına 5, A2 xanasına 3 yerləşir. A1 üstə gələk B1 vur A2. Təbii ki, birinci vurmanı yerinə yetirəcəm riyazi qaydaya görə. B1-i A2-yə vursam, B1 5-dir. A2 də 3-dür. 5-i 3-ə vursam 15. 15-in də üzərinə A1-i, yəni 3-ü gəlsəm, nəticə mənə verəcək 18. Düzgün cavab olacaq 90-da A variantı. Daha sonra baxsam 91-ci suala. Average nə idi? Average 1-2 ədədi orta funksiyasıdır. Yəni C1 və C2 yazılışı deyir nəyi bildirir? Ədədi ortasını hesablayır da C1 və C2-nin ədədi ortasını hesablayır. Ədədləri toplamır, C2 xanasına yerləşdirmir, maksimum olmaz, o maksimum funksiyasıdır. Sayı da countda olmaz. Düzgün cavab olacaq B variantı, yəni ədədi ortasını hesablayır. 92-ci sual deyir ki, Excel proqramında sum formulunun açılışı nədir? Burada baxacam ki, belə deyək də, sum nə idi? Cəmləmədir. C3, C5, B üstə gələk B2 plus A5. Yəni bunlar hamısını cəmləyəcək. Amma bərabərdir qoymaq lazımdır. Burada C4 yoxdur, C4-ü çıxacam. B1 yoxdur, çıxdım. Sonra, yəni hamısını çıxacam. Üçün cavab qalacaq A variantı. Yoxlasaq, D variantında C4 yoxdur. Burada C4-ü toplayıb çıxacam. Sonra nə bilim B5 yoxdur, B3 yoxdur. Düzgün cavab olacaq 92-də A variantı. 93-cü sual. Produkt funksiyası. Produkt nə idi? Vurma funksiyası. Yəni sum cəmləmədir, produkt vurmadır, average isə ədədi ortadır. Sonra power funksiyası var. Power qüvvətdir. Faktorial var. Faktorialını hesablayır. Absolute modul funksiyası, yəni bir neçə funksiyalar var. İndi bu da heç nə vuracaq bunları bir-birinə. Yəni bərabərdir. Deməli C3 vur C5 vur A1 vur A3. Düzgün cavab olacaq 93-də C variantı. Daha sonra baxsam 94-cü suala. Deyir ki, Y2 xanasına 16, Y5 xanasına 3, nəsə bunları yazır. 2 vur Y2 üstə gələk 8 vur Y7 çıx Y5. Aha, 2-ni Y2-yə vursam. Deməli, Y2 16-dır. 2-ni Y2-yə vursam, bu mənə verəcək 32-ni. Bu hissədə yazacağam 32. Daha sonra 32-nin üstünə gələk. Nəyi soruşur burada? 8 vuraq Y7 çıx Y5. Y7 də 5-dir. Y5-im də 3-dür. 5-dən 3-ü çıxsam 2. 8-i də deməli 2-yə vursam bizə verəcək 16. Heç 32 ilə də 16-nın cəmi eləyəcək 48. Düzgün cavab olacaq 94-də Y variantı. Sonra 95-ci sual.
Qiymətlərin cəminin B10 xanasına yazılması üçün düstur sətrində baxın B1-dən B1, B2, B3, B4, B4 artıq B5 yoxdur. Yəni B1-dən B4-ə qədər aralıq götürüb, yəni aralıq da nə idi? Diapazon nöqtədir. Amma tək bir xananı istəyirəmsə, o artıq vergül idi. Yəni sam B1-dən B4-ə qədər diapazon götürəcəm. Baxın Y variantına. Bir də B9-u da ayrı götürəcəm. Yəni vergüllə götürəcəm. Onun üçün 95-də düzgün cavab olacaq Y variantı. 96-cı sual. D1 xanasına yazılmış dollar A1 vuraq 5 düsturu D3 xanasına köçürülərsə, bu xanada hansı düstur yerinə yetiriləcəkdir? D3 xanasına köçürsək, belə deyək də, sütunun qarşısında dollar olduğu üçün mənim sütunum dəyişməyəcək. Yəni sütunum olduğu kimi qalacaq. Onun üçün deyəcəm ki, A olaraq, yəni qalacaq sütunum dəyişməyəcək. Ona görə A variantı, D variantı, bir də C variantını çıxdım. Cavab ya B idi, ya da Y idi. İndi baxsam A1-dir. Deyir ki, D3-ə köçür. Baxıram ki, sətrim 1-dən 3-ə qalxıb. Yəni 2 vahid artıb. Onda A1 yox. 2 vahid artırsam mənə A3 verəcək. Yəni A3 vur 5. Düzgün cavab olacaq məndə B variantı. Vəssalam. Baxsam 97-ci suala. Deməli deyir ki, aşağıdakı düsturlardan hansı düz yazılıb? Bu formada bölmə olmaz. Bu yanlışdır, səhv yazılıb. Bölməni belə göstərməli idi. Daha sonra burada bərabər qoyulmayıb, yanlışdır. A2 vur A9. Deməli bu doğrudur. B variantı doğrudur, bir problem yoxdur. C variantına bərabərdir, yoxdur, onun üçün səhvdir. Y variantda 2A1, 2A1 deyəndə A1 ola bilərdi sadəcə. Bu qarşıdakı 2 səhvdir, onun üçün Y variantda olmaz. 97-də düzgün cavab olacaq B variantı. 98-ci suala baxsam, B2, B6 diapazonda sətirlərin sayı deyir düsturu üzrə hesablamanın nəticəsi hansı olacaq? Aha, bizdə sətirlərin sayını istəyir. Sətir nə idi? Rəqəm olanlar. Demişəm ki, rəqəm olanlar sətirlərdir. Sondan başlanğıcı çıxıb, altdan 2-ni çıxıb, üzərinə 1 gəlsəm, sətirlərin sayını tapa bilərəm. Yəni, altdan 2 çıxacam 4, üzərinə də 1 gələcəm, 5. Nəticəm olacaq C variantı. Daha sonra 99-cu sualda deyir xanalarındakı qiymətlərin sayını. Aha, say istəyir. Say funksiyası nədir? Count. Onda mən B-ni çıxacam, Y-ni çıxacam. Və məndən hər hansısa bir şərtə görə saymağımı istəmədiyinə görə mən burada count if-i də çıxacam və count A da bilir ki, bütün dolu xanaları sayır. Onun üçün A-nı da çıxsam, cavab bir dənə qalır bizdə D variantı. Amma yenə baxaq. B1-dən B4-ə qədər diapazon olduğu üçün qoşa nöqtə, B9 da tək olduğu üçün vergüllə yazılacaq. Onun üçün düzgün cavab olacaq 99-da D variantı. İndi baxacaq 100-cü suala. Deyir, Excel-də Y3 xanasına bu düstur daxil edilib. Düsturu Y4-ə sürüklədikdən sonra Y4 xanasında hansı düstur olmuş olacaq? Baxıram ki, deməli, D3-dən Y4-ə köçürülsə, Y3-dəki Y3-ü yazacam bu hissəyə. Baxın, bu formada Y3-ü yazacam. Mənə deyir ki, bunu köçür Y4-ə. Y4-ə köçürən zaman, belə deyək, baxıram ki, mənim sütunum dəyişmir. Ona görə sütunum dəyişmirsə, D sütunum olduğu kimi qalacaq. Artıq burada Y olan sütunu çıxacam. Baxın, yenə Y olan sütunu çıxdım. Bunu da çıxacam. Cavab mənə qalır B ilə Y-nin arasında. Baxıram ki, 3-dən 4-ə gəlibsə, sətrim bir vahid artıb. Onda 3 yox, burada mənə 4-ü verəcək. Yəni D4 üstə gələk. A dollar 2. Dedim ki, A-mız, yəni bu sütunumuz dəyişmir, olduğu kimi qalır. Dollar 2 də olduğuna görə bu 2 də bir vahid artıb 3 olmur. Yəni qarşısında dollar olduğuna görə A dollar 2 olduğu kimi qalacaq. Onun üçün düzgün cavab olacaq bizdə D4 üstə gələk A dollar 2. Yəni nəticəm olacaq nə? Y variantı. B variantı niyə olmur? Bu A 3-ə görə. Çünki qarşısında dollar olduğu üçün bu elə 2 olaraq qalmalı idi.